ay o bundan artığını eləyə bilməyəcək. Gənc perspektivli futbolçuları itirmişik. Həm yaxşı akademiya olmalıdır, həm yaxşı məşqçilər olmalıdır, həm yaxşı idarə etmə olmalıdır. Yerli futbolçu gətirə bilmirik. Bəzi mövqelər var ki, biz otururuq saatlarla fikirləşirik ki, yəni bu olmasa nə edəcəyik? Heç kimə lazım olmayan futbolçuları cəlb edirdik. Həmin ilin sonunda futbolçuları saxlaya bilmirdik. Bir bu zonadan İspaniyaya səfərə gedirsən. Sual sizə verməyimiz düzgün deyil, amma soruşmaq istəyirik. Первин, како su Юджер играли? Abiyamız Jokako BM. I think it was great, yeah? Məncə Azərbaycan ilində onda daha yaxşıdır. Həm paltar dəyişmə otağında uşaqlar başa düşür, həm millətimiz də bunu xoşlayır və hamımız da şad oluruq ki, millimizin sükanının arxasında öz yeri Azərbaycan getirməsi nəhayət illər sonra Ayxan Abbasov. Bu dəfəki qonağımız Ayxan Abbasovdur podkastda, milli komandamızın baş məşqçisi. Ayxan müəllim, xoş gəlmisiniz. Xoş gördük. Sizə də uğurlar verilirsiniz. Axır ki gəldiniz, neçə vaxtı gözləyirik. Və biz sizi təbrik edirik ki, siz millimizin baş məşqçisi oldunuz. Buna görə biz də sevindik, azarkeşlər də sevindi. Bütün idman icması sizi dəstəkləyir bu yolda. Necə bir hissdir? Əlbəttə, Azərbaycan millisinin baş məşqçisi olmaq hər bir Azərbaycanlı məşqçi üçün şərəfdir. Və bu çətin oyunlarda, bu çətin yarışlarda həqiqətən böyük bir məsuliyyət var. Bizim üçün daha çox məsuliyyətdir, çünki biz bu millətin içindəyik, bu millətin övladıyıq, böyük bir məsuliyyəti dərk edirik. Amma hisslər əlbəttə böyük bir, bəlkə də hər məşqçiyə arzuladığım hisslərdir. Mən ümumiyyətlə milliyə gələndə planlarınız da var idi. Amma bu qısa vaxt ərzində, qısa zaman ərzində sizcə siz nə dəyişə bildinizmi, nə dəyişə bilmədiniz? Ümumiyyətlə neçə faiz planlarınız hələ yerinə yetirə bildinizmi? Əlbəttə bilirsiniz ki, planlarda olmayan bir hadisələr cəryan verdi. Çünki bizim proyektimiz U21 ilə bağlı idi və orada həm rəhbərliklə tez bir zamanda gənc futbolçularımızın inkişafı, A milliyə düşməsi, əlbəttə nəticə də istəyirdik. Və elə oldu ki, bilirsiniz ki, milli komandanın baş məşqçisi istefaya göndərildi və tez bir zamanda bu hadisələr baş verdi. 5 oyun oldu, əlbəttə istəyərdik xal ehtiyatını çox eləyək, çünki amma gerçək demək lazımdır ki, rəqiblər çox güclü idi. Amma inanın ki, bu qrupdakı oyunlar hamısı təcrübə qazandıq və heyətimizə baxsaq, çoxu gənclərdir, yeni simalar çıxdı bu il, debut eləyənlər çox oldu. Məncə bir milli ruh qazandıq. Əsas olanı. Əsas odur. Çünki futbolçular sanki meydançaya çıxanda, demirəm əvvəllər bu olmayıb, yəni o biraz ağır olar, amma İndi daha çox məsuliyyətlidirlər və bizi nə gözləyir, bizdən nə gözləyirlər. Çünki belə deyək, azarkeş üçün fərq eləmir rəqib. İslandiyada oynasan, Fransa ilə də oynasan qalibiyyət gözləyirlər. Bu da normaldır. Amma oyundan oyuna görsəndi ki, millidə uşaqlar həmi bu yanaşmanı daha yaxşıya çevirə biliblər. Meydançada vuruşmağa başladılar. Axırıncı da bu Prosneçki olanda olmuşdu. O da yaxşı motivator idi. Uşaqlara motivasiya verə bilirdi. Düz nəticədən o qədər də var olmasa, amma uşaqlar meydançada vuruşurdu və bir də indi sizin dövrünüzdə başlayıblar, o necə deyirlər, meydançada can qoymağa. Əlbəttə o vaxt baxsaq futbolçuların bilirsiniz nəsil də dəyişir, heyət fərqlidir. İndi daha çox bilirsiniz gənclər gəlir, müasir tələblərə uyğun gənclərdir. Ona görə ildən ilə fərqli olacaq, düz qeyd edirsiniz. Amma ən əsas odur ki, indiki lider oyuncularımız var ki, təcrübəli. Onlar ilk növbədə irəlidə getdilər. Bu oyunlarda həqiqətən, baxın, inanın ki, biz Fransada ağır səfərdən sonra komanda çox yorğun idi. Və bir neçə təcrübəli futbolçunun ağrıları var idi və hətta oynayıb oynamamağı sual altındaydı. Amma bizə demədən ağrı kəsici ilə oynadılar. Yəni bunu mən demirəm, bunu millidə çoxdan çalışanlar deyir ki, yəni futbolçularda bu məsuliyyət artıb. Yəni o dərk eləyir ki, yəni bu ölkəyə xidmət eləməliyik. Yəni bu önəmli bir şeydir. Əlbəttə futbolçu onu bilməlidir. Ayxan müəllim, siz milliyə gələndə siz Şamaxlı baş məşqçi idiniz. Ümumiyyətlə davam edirsiniz. Ümumiyyətlə
ən çətin nə idi? Bu Julius Caesar kimi işləmək, həm sola baxma, həm sağa baxanda. Yo, əlbəttə çətindir. Burada yəni ən zərər belə deyə bilər kluba. Yəni burada milli komandaya belə böyük ölçüdə bir maneə yoxdur. Yəni mən məşqçi olaraq ya federasiyada oturdum, ya Şamaxıda oturdum. Oyunlara onsuz da gedirik. Burada yaxşı məqam odur ki, mən çempionatın içindəyəm. Və biri var ki, stadionda oyunu izləyirsən, komandalar Neftçi Qarabağ oynayır. Gəldim 90 dəqiqə oyunu izlədim, söhbət elədim, getdim. Hə. Amma bu Neftçi Qarabağ mənim Şamaxı olaraq rəqibimdir. Mən bunlarla qarşılaşanda avtomatik bunları individual da yanaşıram. Çünki mən rəqibimə bilgi verməliyəm. Və oyundan sonra da öz komandamı təhlil eləyəndə istərseniz bir də baxıram. Yəni bir oyuna biz elə olur ki, köməkçilərlə, yəni 3-4 dəfə o futbolçular da bizim sınaqdan keçir. Düz qeyd edirsiniz. Yəni bu iki yerdə çalışmağa başlayanda biz 21 proyekti idi. Çünki biz Şamaxıda istəyirdik ki, gənc futbolçuları dəvət eləyək və dəvət elədik də bu gün heyətimizdə çoxlu gənc futbolçular var. Onlar oynayır. Bu proses sonradan oldu. Amma sona yetdirmək lazımdır və bundan sonra fikirləşmək lazımdır ki, bəlkə də A milli futbolçuları daha çox olsa daha yaxşı ola bilər. Bunu eləmək olarmı? Yenə deyirəm, bu sonrakı müzakirələrin mövzusudur. Baxın, siz keçən dəfə oyundan sonra bir legioner limitinin haqqında sual verdilər. Siz dediniz, mən fikrimi həmişə bildirmişəm. Legioner limitinin olmağı əladır. Yəni xaricdən oyunçular gəlsinlər, amma yaxşı oyunçular gəlsinlər. Yəni elə belə oyunçuların gəlməyin adı nədir? Əladır. Amma bu o şərtlə əladır ki, bizim özümüzün yerli məhsulumuz var ki, hansısa gələcək o legionerlə rəqabətə girə biləcək. Bizdə indi hal-hazırda o legionerlə rəqabətə girəcək oyunçu yoxdur. Çempionatda açırıq klubların heyətinin, əsas heyətdə 8-9 legioner oynayır, 7 legioner oynayır. Hər klubda 2 nəfər, 3 nəfər olanda sevinirik ki, yerli oyunçu var. Nə etmək lazımdır ki, bizim öz oyunçularımız daha çox olsunlar və legionerlərlə daha güclü rəqabətə girə bilsinlər? Əlbəttə düz qeyd edirsiniz. Yəni bu il çempionatımız başqa formatda keçirildi. Ən sevindirici hal oldu ki, komanda sayı artdı. 3 bölgə komandası gəldi. Bu məncə çoxdan gözlədiyimiz bir an idi və bu gün çox maraqlı çempionat keçirilir. Və biz bu dəqiqə desək ki, yerli futbolçu kifayət eləyir 12 komanda iddialı olmaq, bu da yalan olar. Çünki o qədər futbolçumuz yoxdur. Burada bir çox məqamlar var. Məsələn, biz yayda Şamaxıda çox legioner fikirləşmirdik. Yəni öz planımızda bəzi futbolçular vardı ki, yerli futbolçu, onları istəyirdik. Amma təəssüf ki, komandada problem oldu, oyunçunun özü də gəlmək istəmədi. Burada maliyyə önəmlidir. Amma bəzən futbolçular öz karyeralarına görə yəni millini daha üstün tutmalıdırlar. Niyə bunu deyirəm? Çünki 1-2 il indiki yaşlarına baxmalıdır. Gənc yaşlarında gedib ehtiyatda oturmaq onların gələcək karyeralarına zərbə olar. Amma 1-2 il səbr eləsələr, misal üçün mən Rüfət Abbasovu misal çəkmək istəyirəm Şamaxıda. O bizə Neftçinin əvəzici heyətindən gəldi və həmin ərəfədə onun 1-2 təklifi var idi. Bizdən də yaxşı maliyyə. Amma o Şamaxını seçdi və bugün Rüfət Abbasov 2 mövsümdə 50 oyunu tamam oldu və A milliyə dəvət oldu. Yəni onun A milliyə dəvət olması onun Şamaxıda mütəmadi oynaması idi və belə deyək stabil oynaması idi. Bugün Rüfət qazandı. Ola bilər hansısa bir məbləği bir ildə itirdi, amma bugün Rüfətin qiyməti də başqadır. Yəni bugün Rüfəti bir çox komandalarımız görmək istəyir. Eyni Edgarı misal çəkə bilərəm. Ona görə bizim gənclər də seçim eləyəndə ilk növbədə karyeralarını fikirləşməlidirlər ki, bu klubda bunların nə qədər şansı var. Çünki elə qərarlar verirlər ki, orada onların şansı az olur. Yəni bugün çempionluq oynayan komandalarımız var, iddialı komandalarımız var. Orada rəqabət çox böyükdür. Amma 1 il, 2 il oynayıb ora daha güclü rəqabətdə gedə bilərlər və biz bir çox gənc perspektivli futbolçuları itirmişik, inanın. Ümumiyyətlə U21 komandadan danışsaq, görürük ki, müdafiədə problemlər də olur. Ümumiyyətlə Pərvin Toxuşduğun özü, yəni ki, praktik olmur onun üçün.
və ümumiyyətlə bu praktikadan əlavə nə çatmır oyunçulara? Ola bilər mentalitet qoymur ki, xaricə getsinlər də. İkinci problem də var ki, menecerlər yoxdur ki, oyunçuları xaricə aparsın kimsə. Amma böyüyəndə yəni ki, Həyal kimi, Əliyev kimi, yəni ki, nəsə perspektiv göstərsələr, yəni ki, nə Əlbəttə, çatmır? bizdə bir şeyi qəbul eləməliyik ki, bizdə futbolçunu klublar yetişdirir. Yəni dediyiniz məqamlar çox önəmli məqamlardır. Bu gün biz hər şeyi milli komandanın üstünə Yox, elə də olmur axı. Yəni milli komandada niyə uduzur, niyə çox böyük hesablı olur? Həqiqətən bu oyunçuların keyfiyyətindən asılıdır. Bu gün bizim aşağı yaş məşqçiləri də narazılıq eləyir və bizim ən böyük problemimiz bizim klubların akademiyada futbolçulara fərdi yanaşmamasıdır. Və dediyimiz məqamlar var ki, biz baxırıq ki, bəzi futbolçular var ki, onda o dediyimiz stoper götürək, son müdafiəçi və mən U21-də hardasa 1 ilə yaxında bu seleksiyanı aparmışam bilirəm. Bu dəqiqə ən ağırlı yerimizdir. Çünki biz fikirləşirik ki, 2 ildən sonra, 1 ildən sonra bax bizdə Bəhlul var, Anton var, Rəhman var, digər kim gələcək? Kim oturuq fikirləşirik, çox çətinlik çəkirik. Çox çətinlik çəkirik ki, azdır. Və bəli, bu gün o həmin akademiyalarda individual yanaşsalar, o dediyimiz o mental futbolçularımızı da başa salmaq olar ki, sənin xaricə getməyin, xarici klublara getməyin önəmlidir. Dil öyrənmək lazımdır vaxtında. Misal üçün biz gəlib 21-22 yaşında futbolçuya deyirik ki, dil öyrən. Yəni bu çətindir. Bunun akademiyalarda bunu 15, 16, 17 yaşlarda bu mükəmməl olmalıdır. Və o çatışmayan məqamlar var futbol baxımından. Yəni birinin texnikası, birinin koordinasiyası, birinin başdan oyunu və bunlara akademiyalarda fikir versələr, yəni fərdi. Əlbəttə o futbolçular başqa keyfiyyətdə olacaqlar. Amma akademiyalar var ki, onu eləsinlər. Çox azdır. Bu gün biz 2-3 akademiyamız var ki, bəli, çalışırlar, amma onların da danışırıq, indi biz yaxınıq, danışırıq. Meydança problemi var. Ya da ekskursiyon meydança. Bilirsiniz, süni meydançanı biz bu dəqiqə böyük problemə çevirməli deyilik. Nə mənada? Çünki bəzi real yaşayışlar var da. Bugün bir çox Avropa ölkələrinin akademiyaları süni meydançadadır. Amma hansı süni meydança? Yaxşı süni meydançadan gedir. Və o süni meydançalar ki, o bir dənə deyir. Yəni səhər 10-dan axşam 10-a qədər orada məşq keçirilmir. Yəni 2-3 süni meydança var ki, niyə onu deyirəm? Sırayla. Süni meydança keyfiyyətini itirməsin. Bizdə bir meydançada səhərdən axşama qədər məşq olanda bu istər-istəməz bir ildən sonra keyfiyyətini itirir. Bəli. Çünki onun da bir müddəti var da, onu firmalar verəndə ona müddət. Ona görə onlar fikirləşmir ki, yəni səhər 9-dan axşam 12-yə qədər burada futbol oynayacaq. Amma sən biz gedirik də indi bəzi akademiyalara gedirik. Ən futbolçu keyfiyyəti çıxan ölkələrdən biri Hollandiyadır. Sonra orada Feyenoordda da olduq, PSV-də də olduq, Ajax-da da olduq. Onlar süni meydança 19-dan yuxarı təbii meydançada olur. Amma süni meydançaları idealdır və 5, 6, 7-yə bərabərdir. Yəni bir meydançadır. Bir meydançadır və bu nəyə gətirir? Məşqçilər rahat işləyir, individual məşq salırlar. Bu gün bizim akademiyalarda ən böyük problem odur ki, vaxt azdır. Məşqin vaxtı tutardı, tez elə çıxır, qrup gəlir. Çünki uşaqların dərs vaxtı da var. İstər-istəməz bax indi dərs vaxtı olanda məşqlər 6-dan sonraya 5-dən 6-dan sonraya salınır və üst-üstə düşür. O da sən bunu 1 saat yarım vaxt verəndə axşam saat 11-12-yə gəlib çatır. Amma 2-3 meydança olsa, eyni vaxtda 2-3 yaş qrupu məşq eləsə, bu problemlər olmaz. Və bu gün bizim akademiya, o dediyimiz yaxşı akademiyalarımızın ən böyük problemi meydança problemi. Amma ümumiyyətlə, yəqin sizin xəbəriniz var. Bu Belçikalar yazdığı strategiyada bu meydanlarla bağlı bir nəsə yazılmışdı. Məncə, əgər futbolu bilən futboldan yazırsa, elə ilk meydançadan yazılacaq və mən bir şey qeyd edeyim ki, biz də federasiya rəhbəri ilə görüşlərimiz olur və bəlkə sayda səhv eləyərəm, amma bu var. Bütün rayonları, bütün bölgələri gəziblər. 200-dən yaxın meydança sayı var və təəssüf ki, onların 3-4-ündə Premyer Liqa oyunu ola bilər. Hətta. Və onların çoxu məşq eləməyə də yararsızdır. Amma say etibarilə biz bunu deyirik.
Amma say önəmli deyil. Əsas keyfiyyət. Əsas keyfiyyətdir və bu gün biz deyirik ki, futbol inkişafını istəyiriksə, yaxşı mənada bölgələrə daha çox getməliyik. Həqiqətən ehtiyacımız var. Çünki bölgədə tam başqa cür yanaşırlar. Həm uşaqlar, həm gənclər və orada həm yaxşı akademiya olmalıdır, həm yaxşı məşqçilər olmalıdır, həm yaxşı idarəetmə olmalıdır. Bu yavaş-yavaş geçsək, bəli, gedirik. Bəlkə 3 il, 4 il bundan öncə deyirdik ki, Premyer Liqamız 8 komanda, Bakı çempionatı, hamımız gileylənirdik. Bugün yayılmışıq. Bugün demək olar ki, indi inşallah təki İmişli də İmişliyə köçər, Yevlax köçdü, Gəncənin mükəmməl Stadion meydançası var. Məncə Gəncə öz meydançasına qayıdanda çempionat daha biraz gözəlləşəcək və Turan da qayıtdı. Görürük ki, son oyunda da yenə azarkeş kütləsi gözəllik verdi. Bunlar olduqca təsir eləyəcək. Yəni çıxacaqlar, futbolçular çıxacaq, amma dediyimiz məqam iş önəmlidir ki, o rayonlarda müasir tələblərə uyğun akademiya tikilməlidir. Ayxan müəllim, siz özünüz də futbolçu olmusunuz və Xəzər Uzaqnadan başlamışsınız, səhv eləmirəmsə, neçə il oradan. Xəzər Uzaqnada vaxt Avrokuboklarda da oynayıb. Gutnikdə oynamışlar. Çox maraqlı əhvalatlar olub Xəzər komandasının və klublarda oynaya-oynaya gəldiniz. Son klubunuz desən Qarabağ oldu. Qarabağdan sonra Turanda oynadınız. Qarabağda olan dövrdə Qarabağın Avrokuboklara çıxmaq ərəfəsində idi. Həmin dövrlə indiki dövrü fərqləndirsək, Azərbaycan futbolunda nə qədər şey dəyişdi? Əlbəttə bu zonaya toxundunuz. Bir-iki kəlmə bu zonadan deyək. Bəlkə də kəndlərimizin içində ən çox futbol yetişdirdiyi kənddir. Və təəssüf ki, bugün orada da düzdür, indi 1-ci liqa komandamız yaranıb, Bakı Sportik bu zonanı təmsil eləyir. Amma ümid eləyirəm ki, orada məktəb də olar və oradan bir çox adlı sanlı futbolçular da çıxıb bu zonadan. Digər məqam qeyd elədiniz, əlbəttə Qarabağda biz ilk Qurban müəllim gələndə və ilk ilində kuboku qazandı və həmin ili Rusumburg məşhur oyun var idi. Rəşad Sadıqovun uzaqdan vurduğu qol və həmin gün Ağdamın işğal günü idi. İndiyə kimi yadımdadır və demək olar ki, biz oyuna çox çətin hazırlaşdıq. Biz bir şəhərin mehmanxanasında bordaydıq və rayon icra hakimiyyəti, PFL-in, yəni iclaslardan belə deyək də, bir otağa gəlirdi, ya iclas var, otağa gəlirdi, iclas var və stadion da möhtəşəm idi. Yəni azarkeş sanki inanırdı ki, nəyisə olacaq da və oradan başladı. Mən deyərdim ki, ilk bax o toxunuş oradan oldu, komandada inam gəldi və idarə etmə, yanaşma, məşqçiyə güvən, məşqçiyə rahatlıq, Qarabağ dayanmadı. Təlim məşq bazası tikildi. Yəni bax belə qığılcımı hiss elədilər, inkişaf elədi və hər il play-offa gəlib uduzmaq, ondan sonra azarkeş bir tur deyirdi, 2 tur deyirdi və play-offa gəlir, uduzur və azarkeş istər-istəməz qrup istədi. Hansı ki 3 il qabaq deyirdi ki, bir tur keçsəz kifayət eləyər. Bu da normaldır. Və əlbəttə tələbat artdıqca məsuliyyət də artırdı. Oyunçu dəyişikliyi, yeni oyunçular, büdcə və görürük ki, inkişaf eləmək istəsənsə səbir olmalısan. Səbirli olub, yəni mən həmişə deyirəm, bir klub inkişaf eləmək istəyirsə, ilk növbədə onun düzgün idarə etməsi olmalıdır və idarə edən şəxs tapılmalıdır. Yəni belə deyək də, bugün sponsor pul verir. Sponsorun başqa işləri var, o pul tapmalıdır ki, gəl. Amma o kluba düzgün idarəçi tapmalıdır. Çünki o düzgün idarə eləməsə, o belə deyək də, rəhbəri o idarəçiyə inanır. O onu yanlış yörədə yönəldəcək, düzgün yerədə. Məsələn, bu sırf Qarabağda bax nümunə kimi biz götürməliyik ki, həmin o idarəçilər düzgün yerə yönəltdi. Və bu gün bizim futbolumuzda o lazımdır və sponsorlar gəlir, görür ki, 2 ildən sonra gedirlər, küsürlər və bəziləri amma neçə illərdə qalırlar. Ona görə düzgün idarəçi lazımdır və klub özünə düzgün məşqçi tapmalıdır. Əgər bu düzgün klub hiss eləyirsə, bu məşqçi, bunun məşqçisisə, ona vaxt da verməlidir. Əlbəttə, yoxsa bir mövsüm oynayım, sonra 1-2 oyun uzandan sonra yola salanda nəticə də olmayacaq. Baxın, bugün Liverpoolu
belə deyək də Avropada ən bu dəqiqə danışılası mövzudur da. Çünki keçən mövsüm gəldi, Kloppun qoyduğu bir sistem və davam elədi çempionluq. Hətta bu gün hər şey Dağılıb elə. dağılıb. Bəlkə də indiki məşqçinin öz fəlsəfəsinə vaxt lazımdır, öz yanaşmasına. Onu indi klub idarəçiləri hiss eləməlidirlər. Bu mu yoxsa başqası mı? Amma təəssüf ki bizdə bu proses biraz Çətin. boşluqlarımız çoxdur. O dediyiniz məqamlar odur ki, gözümüzün qabağındadır. Yəni həqiqətən bəlkə də 15-17 il bundan qabaq desəydik ki, biz Çempionlar Liqasının qrupunda oynayacağıq, deyəcəkdilər ki, mümkünsüzdür. Ona görə hər şeyə inanmaq lazımdır. Bu gün 5 ildən sonra nə olacaq da bilmirik və biz gördük ki, milli komanda 5 ildə çox aşağı da gedə bilər və biz indi düzgün istiqamət yönətməliyik, səbr eləməliyik. Düzgün insanlar orada olmalıdır ki, əlbəttə ən önəmlisi yönləndirsinlər. önəmlisi odur və mən inanıram ki, daha yaxşı olmaq olar. Ayxan müəllim, siz sponsor məsələsindən danışdınız. Bizim də sponsorumuz olan Push 30 bizə dəstəyini əsirgəmir çəkilişlərimizlə bağlı. Ona görə biz sponsorumuza təşəkkür edirik ki, həmişə yanımızdadır. Həmçinin də idmana böyük dəstək olur. Düzdür, futbol olmasa da bütün idman növləri var orada. Ona görə dayanmadan yararlana bilərsiniz. Push 30 çox sağ olun. Sağ olun, bardzo sağ olun. Bəli. Əgər bu milli komanda, ümumiyyətlə futbol mövzuda oxusaq, o uşaqlıqdan başlayır hər şey. Və mən idman jurnalistim və mənə çoxsu zəng eləyir, yaxınlaşır. Deyirlər ki, uşağımızı futbola qoymaq istəyirik. Nə məqsəd görərsən, hara apar. Ümumiyyətlə neçə yaşdan gətirmək lazımdır və hara? Ola bilər kluba müraciət eləmək. Ola bilər bu akademiyalara, Fenerbahçe akademiyaları, bir Türk klublarının akademiyaları. Ora birinci qoysunlar, sonra hara sapar. Siz nə məsləhət görərsiniz? Yox, əlbəttə. Valideynlərə. Bu gün futbol elə müasirləşib ki, əvvəllər deyirdik ki, 9-10 yaş başlayanda əladır. Bilirik ki, bu yarışlar da 10 yaşından başlanılır. Amma indi məncə daha erkən tez futbola gəlməlidir uşaqlarımız. Ən çox da bu gün baxırıq 6, 7, 8 yaş məncə əla yaşdır. Amma bəzi indi düzdür, böyük akademiyaların, bizdəki böyük akademiyaların aşağı yaşları var. İndi orada da çox uşaq götürə bilmirlər. Yəni saylandır. Məsələn, bu böyük bir komanda dövrdə 20 dənə futbolçu, 20 dənə uşağı götürəsən. Çünki uşaqlar oynamalıdırlar. Ona görə bu gün o cəhətdən məncə bizdə problem yoxdur. Niyə? Bizdə çoxlu pullu, belə deyək də, ödənişli seksiyalar var. Bəli, qruplar var. Orada hətta valideynlər fərdi məşqçi də tuta bilərlər, özəl. Amma inanın ki, o hansı futbolçuda bir yetənək bir görsə, klublar da, böyük klublar da izləyir. Yəni bunların da bir məşqçiləri var. Məsəl üçün tutalım Fenerbahçanın deyək özəl qrupu oynayır Galatasaray. Gəlib oturub baxırlar. 100%. Yəni o yüzden bu oyunçu orada və onun üzərində mübarizə gedir. Sabah mı, Qarabağ mı, Neftçi mi? Ona görə mən həmişə deyirəm ki, bir futbolçuda, yəni gənc yaşlarında nə isə görsələr, o futbolçunu izləyirlər. Bizdə əvvəllər Qəbələ seleksiyası güclü olub, Bakı seleksiyası güclü olub. Yəni çempionatın yarısı Qəbələnin uşaqları. Bəli, yəni Bakı cəmaəti Bakıdan çıxır. Hə, Bakıdan. Yəni bilirsiniz necə? Yəni o Qəbələdən də həmin Bakıdakı məşqçilər var idi. Mənim yadıma gəlir, Böyükağa müəllim, İsmail müəllim yadıma gəldikcə, Sumqayıtda var idi onların məşqçiləri, izləyirdilər və bir uşağı görəndə onlar həmin kluba məlumat müraciət edirlər və ən yaxşı perspektivli futbolçular Qəbələdə idi, Bakıda idi və onlar da futbolçu olmalıdılar. Biz yəni nəyi burada tapmalıyıq ki, misal üçün daha yaxşı olmalıdılar. Yəni bu futbolçuda potensial var. Yəni bir futbolçuda potensial varsa, məhəllədə də oynaya ola bilər futbolçu. Amma onun çatışmayan məqamları da var. Məsələn, o klublar, akademiyalar ondan ötürüdür ki, məsəl üçün tutalım, belə də bir misal çəkim. Bir futbolçu əladır, hər şey yaxşıdır, sağ ayağı oynayır, sol ayağı yoxdur. Məsəl üçün, onu sol ayağını həmin akademiyalarda öyrətməlidirlər. O yaş gəldikcə 18 oca gec olur. Ona görə həmin o dediyimiz o övladlar da bugün futbol məktəbləri çoxdur, özəl. Yaxın, mən deyərdim ki, yaxında olanlara birinci, çünki dərs də önəmlidir. Amma onun yaşı biraz yuxarı qalxdıqca məşqçilər onları tapacaq. Əgər onda varsa 100% məşqçilər onu tapacaq.
Yaxşı vurğuladınız, amma bu sol ayaq məsələsinə gələndə Aryan Robben həmişə deyirdi ki, mənim uşaqlıqdan bir ayağım işləyib. Mən də gördüm o birisi alınmır, elə ancaq birini işlətdim, ona görə də onu ideala gətirib çıxara bilib. Yox, indi baxsaq ki, məsəl üçün biz Gollandiyada bu mövzunu çox müzakirə eləyiblər. Onu neçə faiz? Məsələn, bəlkə Robben 0% idi, onu 20% eləyiblər, amma biz Robbenin məsələn oyununa baxsaq elə epizodlar olur ki, orada o 20% sənə kömək eləyir. Ki, vaxtın olmur, ayaqlı dəyişmək, Tez bazar yerində. Məsələn görsən sağla qol vurur. Yəni bu gün baxsaq ən yaxşı Messi olsun, digər sol ayaq, amma sağ ayaqla qolları yoxdur, pasları yoxdur, toxunuşları var. Yəni o demək deyil ki, biz sol ayaq futbolçuları 100% sağ olacaq. Yox, o bəlkə nadir hallarda olur. İkisi də eyni olsun. Çünki bu ikisi eyni olmaq bu fitrət belə deyək də, qabiliyyətdir də. Amma onu neçə faiz biz qalxıza bilərikdən söhbət gedir ki, o faizi maksimum eləmək lazımdır. Müəllim, ümumiyyətlə xarici məşqçilərdə görürsüz, dünya belə tanınmış məşqçiləri. Kimin strategiyası daha yaxındır sizə və kimdən nəsə təcrübə götürmək istəyirsiniz? Özünüzə nəsə komandaya gətirmək istəyirsiniz? Hansı məşqçi, hansı ölkə? Yox, əlbəttə burada yəni məncə məşqçi daimi axtarışda olmalıdır, daimi çalışmalıdır və o demək deyil ki, sən bir görüşə gedirsən, sırf ondan nə isə öyrənməlisən. Elə olar ki, bilgini artırasan, baxışını artırasan. Mən imkan düşdükcə, yəni demək olar ki, getmişəm və getmək də istəyirəm. Ümumən bir çox ölkələr, Türkiyədə bir çox məşqçilərlə görüşmüşəm. Onların yanaşması maraqlı idi ki, yəni nələrdən istifadə edirlər. Hollandiyada da olmuşuq, Fransada da olmuşuq və çox istəyirəm indi məsəl üçün bir PSG-də olum. Çünki baxın, bu klub ulduz futbolçuları gətdi. Amma belə deyək, o Çempionlar Liqasını qazana bilmədi. Çünki hədəf Çempionlar Liqası. Amma bir məşqçi gətirdi. Bu məşqçi böyük futbolçular olmadan Çempionlar Liqasını qazandı və son illər ən üzdə olan belə deyək komandadır. Ona görə İtaliyada bir çox məşqçi var ki, onlarla istəyərdim. Yəni belə var. İndi inşallah qismət İnşallah ki, olduqda. gedərsiniz, daha da təcrübəni daha da zənginləşdirib bizim həm milli komandamıza, həm də ümumiyyətlə futbolumuza. Esto no habla, Esco. No, ¿cómo dices? No, esto no habla español. No. Zəncəblə Portuqaliya millisinə, salam aleyküm dostlar. Zəncəblə Portuqaliya millisinə deyir, gəlib şey eləyə bilərsən, məşqçi ola bilərsən. Deyirəm, ay kişi, mən Azərbaycanlı, gəlib Portuqaliya millisini, bax, nə ölkədəcəm? Söhbət bizə nədən gedir, Emir? Mənim fikrimcə, gərək hər bir ölkənin futbolunda öz məşqçisi olsun. Olsa bizdən Portuqaliya getdi, təzəlidir. Getdi. Sonra gecikən azarkeşlər kimi biraz gez gəlib. Ona görə azarkeşlərimizdən də fərqli oyuna gələndə. Bilet yoxdur. 2 saat qabaq görəsiniz ki, bunun kimi qalıb çöldə Yox, biletləri almışdılar o gün sonra onu tutdular, biletləri götürəndən mən də götürdüm. Salam aleyküm dostlar. Buyur Pərvin, sualım var idi, yoxsa mən verim sual? Mən də gözlədim sual var əslində. Axı mən şadam sizlə tanış olmaq ilk növbədə. Bu zarafat bir qırağa. Bu dəqiqələrdə bütün ümid sizədir. Bu dəqiqələrdə yox, bu son vaxtlar, yəni həqiqətən də bu ümidlərə, yəni ki, necə deyək, həvalə etsək belə, amma əsas güc, əsas hər bir şey sizin əlinizdədir. Sözüm nəyə getirəm soruşacağız, mən bunu böyük məmnuniyyətlə deyəcəm. Biz gördük ki, sizin gəlişinizdən sonra çox bir şey dəyişdi. Həm inam dəyişdi, azarkeş kimi deyirəm bunu sizə, həm oyun dəyişdi. Buna əsas nə oldu bax buna? Sizin fikrinizcə. Yəni bizim başladılar başa düşməyə Azərbaycan dilini yoxsa? Yox, əlbəttə. Əvvəl deməksən tərcüməsi yaxşı deyildi, düz tərcümə eləmirdi. Məncə o məşqçi ümumiyyətlə bilmirdi nə edir, ona görə belə olurdu. Problem tərcüməçidə idi. Burada professional var. Yəni Ayxan müəllim desin. Çox sağ ol Emin. Pərvin, çox sağ ol. Buyurun. Yox, əlbəttə, ola bilər yanaşma dəyişdi, futbolçuların əvvəldə bu mövzuda danışdıq bəzi məqamları. Futbolçuların yanaşması dəyişdi. Onlardan məşqçinin nə istədiyini bəlkə də daha rahat başa düşdülər. Sistem var futbolda, məşq prosesi var. Yəni bunlar hamısı bir-birinə bağlıdır. Soyunub geyinmə otağında hər kəs bir-birini çox yaxşı anlayır. Milli ruh var. Bizi azarkeş bu son oyunda möhtəşəm dəstək oldu. Yəni gerçək demək lazımdır ki, bəlkə milli komandanın son
yəni yadımıza gəlmir də. Bakalım, doluydu. Mən sizə bir şey deyim. Ukraynadan oyundan sonra, Bakıdakı oyundan sonra bəzi futbolçularım sanılan ki, dost münasibətində dedilər ki, meydançaya çıxanda gördük azarkeşlər gəlib, inanmadıq ki, gəliblər. Yəni o oyunlardan sonra. Ümumən satışı da dedilər bileti məsəl üçün Fransa ilə oyuna düzdür. İndi Fransa gerçək lazımdır. Bizdə həmişə böyük komandalara insanlar gəlir, amma bundan da qabaq böyük komandalar olub ki, o azarkeş tam olmayıb da, dolmayıb. Əlbəttə bəlkə də Ukrayna ilə komandanın yaxşı oynaması səfərdə, burada Ukrayna ilə xal qazanması azarkeşlərdə o inam qayıtmışdı ki, səfərdə də o da bilər İslandiyanı, bəli. Ona görə dəyişikliklər olacaq. Əlbəttə biraz səbirli də olmalıyıq, çünki birdən-birə də hər şey olmur, hər şey dəyişmir. Amma bugün biz məncə Azərbaycan layiq olmadığı yerdədir. Amma rəqiblər də güclüdür. Biz necə istəyiriksə irəli gedək, rəqiblər də istəyir. Onların məsələn bu kiçik ölkələr həmişə bizə belə deyək ağrı olur ki, məsələn misal çəkirik ki, digər ölkələr bax kiçikdir, bu qədər xal qazanır, buna qalib gəlir. Onların üstünlükləri var və onlar daha çox kənardan oyunçu cəlb eləyirlər, Avropaya yaxındılar. Məsəl üçün bizdə bizim yanaşmamız amma tam başqadır. Biz daha çox özümüzü istəyirik, milli, yerli. Məsəl üçün ona görə bizdə biraz daha çətin olacaq. Amma mən ümidliyəm, necə ki biz deyirik ki 15 il, 17 il bundan qabaq desəydik ki biz Qarabağ Çempionlar Liqasının qrupunda oynayacağıq, heç kim inanmayacaq. Nə üçün oynayacaq? Qrupdan çıxmaq üzrə mübarizə aparır bu dəqiqə. Əlbəttə yadımıza gələk, Qarabağ Konferans Liq və Avroliqada qrupdan çıxa bilməyəndə bəzi belə deyək də həmişə futbolda müzakirələr olur. Yox, bundan artığını eləyə bilməyəcəyik. Maksimum budur. Yəni bu söhbətlər çox oldu. Hətta müzakirə oldu. Biz də müzakirə eləyirik. Hərdən futbol adamları da biraz real yanaşmır. Amma gördük ki, yox, bu maksimum deyil. Demək maksimumumuz hələ var. Və biz bilmirik ki 5 ildən sonra nə olacaq, 3 ildən sonra nə olacaq. Yaxşılıq da ola bilər. Pislik də ola bilər. Bugün misal üçün yaxın ölkələrimiz var da, qonşu ölkələrimizi bizə misal çəkirdilər. 1 il, 2 il çox yaxşı gedirlər. Görürük Sparta gedir və Avropada oynayan futbolçulardır. Yəni onların da belə deyək bəhanəsi yoxdur ki, futbolçumuz Avropada çıxış eləmir. Bütün futbolçular yəni bugün bizim futbolçular Avropada çıxış eləyəcək və biz uğurlu olacaq da düsturu yoxdur. Yəni sabah 11 dənə bizim yaxşı Avropada olacaq, bizim milli komandamız yəni möhtəşəm olacaq. Elə bir garanti də yoxdur. Yəni bu hər şey bir-birinə bağlıdır. Məncə milli komandada futbolçular millini sevib gəlməlidirlər. Formanın qədrini bilməlidirlər və bu ölkənin təmsil eləyib, bu ölkəni necə ki bizim əskərlərimiz, bizim necə ki bu müharibədə canlarını verdilər, vuruşdular, yəni ölkə bayraq üçün. Meydançada biz onlar qədər eləyə bilmərik. Yəni o başqa bir şeydir. Futbolu oyuna müqayisə eləmirəm, amma meydançada rəqib güclü də olsa sən vuruşmalısan. Həm də oyunçulara dəstək olmaq lazımdır. Məsələn siz Haybullayevi kəşf elədi hamı. Yəni biz o oyunçunun oyununda hamı heyrandır ki, cırmaqlayır da meydançanı əsl mənasında. Sonra Şavricinin oyunları düzdür zədələndi, alınmadı, amma Şavricinin oyundan sonra çıxdı Azərbaycan ilə danışdı. Neçə ildə hamı deyir ki, legionerlər danışmır. Öyrənib bilir. Prosta daşa tuturlar sonra ki, səhv danışırsınız. Yox, gəlin dəstək olaq. Əslində dəstək olmaq lazımdır. Bu insanlar çalışır. Mətbuat konfransına çıxmağı. Anton Azərbaycan ilə danışmağı. Bu bilirsiniz necə? Həqiqətən mən Antonun peşəkarlığına belə tam yaxından tanıdım deyənə bir yerdə çalışmamışdım. Anton tam başqa bir legioner olandan tam başqa. Koreada oynaya dilimizi öyrəndi. Dünyanın başından gəlib və bugün Antonun milli komanda, yəni o mətbuat konfransına çıxıb düzdür biraz çəkinirdi. Yəni ona o rahatlığı verdi ki, yəni sən səhv eləyə bilərsən. Əlbəttə. Amma sən bizim bir futbolçulara bir simaris göndərəcəksən ki, mən bu dili sevirəm, bu dili bilirəm. Eyni Şərruddini qeyd elədiniz və Haybullahın
dövlət himnimizi bir ayın içində öyrənib oxuması bu gün bizi sevindirir və mən bunu U21-də gördüm. Həqiqətən onda hiss elədim ki, milli ruh nə deməkdir? Biz çoxdan hazırlaşırdıq. Yoldaşlıq görüşlərində həmişə 21 yaşlılara o tövsiyəmizi verirdik ki, oyun dövlət himnindən başlayır. Yəni orada hiss olmalıdır. Bu gün bəlkə də biz bu futbolçuların himn oxumağından çəkilib azarkeşlərimizin himn oxumağa çağırmalıyıq və mən bunu Fransada gördüm ki, yəni bu möhtəşəmdir. Yəni musiqinin səsini aldılar və bütün 50 min bilməm nə qədər azarkeş var idi. Ukrayna ilə oyun öz meydançalarında oynamasalar belə, indi bilirik ki, onlarda da müharibədir, daha patriotlar, amma o dövlət himninə necə yanaşdılar və inşallah ümid eləyirik ki, bizdə də milli komandada bu olacaq və onu qeyd eləmək istəyirəm ki, Portuqaliyanın oyunda biz yoldaşlıq görüşlərində uşaqlar oxuyurdu və Portuqaliya səfər, rəsmi oyun, motivasiya çox yüksək, uşaqları da kökləmişik, düz 21 yaşlılar biraz da çətindir, çox da köklənmək olmur o, daha çox istəyərsən alınmaz və sanki dövlət himnini oxuyandan sonra stadion bizə qulaq asırdı və səhv eləmirəmsə 7-8 min azarkeş olardı o oyunda və stadion bir anlıq bizim uşaqları alqışladı ki, həqiqətən səsləri stadionu bürünmüşdü. Yəni bu əla bir şeydir. Yəni bu aşağı yaşlardan da gəlməlidir. Ona görə inşallah ki, bax bu dediyimiz məqamlar olduqca təsir eləyəcək. Baxın, siz milliyə gələndən sonra Şamaxıda yerli oyunçularda nəsə dəyişilib, anlaşma. Düzdür, gənclər üzrə milli komandada olmusunuz. Amma ümumiyyətlə onların yanaşma nəsə dəyişib və Şamaxıda ümumiyyətlə futbola maraq dəyişilibmi? Yox, əlbəttə Şamaxıda milli komandaya gələndən sonra azarkeşlər olur, sual verir, maraq var. Oyunçularda da bəlkə yox, elə %100 məsuliyyət artır ki, milli komandaya düşə bilərlər, istəklidirlər. Bəlkə də yaxın məşqlərlə daha özlərini yaxın sayırlar. Amma biz bütün komandalara eyni yanaşırıq. Yəni bu gün hər bir komandada yerli futbolçuya milli komanda qapısı açıqdır və onlar oynaya bilərlər və biz də istəyirik ki, heyət geniş olsun, seçimimiz çox olsun və təəssüf ki, bəzi mövqelər var ki, biz otururuq saatlarla fikirləşirik ki, yəni bu olmasa nə edəcəyik? Ona görə İnanıram ki, gələcəkdə yerli futbolçular düzgün qərar verər, komanda seçimində eləyərlər, daimi oynamaq, o hansı ki, məsələn, bəzən elə olur ki, futbolçu öz məşqçisini də tapmalıdır. Bax, bu önəmlidir. Çox önəmlidir. Ona görə bəzən bir komandada uğurlu çıxış eləyir, komandasını dəyişir və görürsən ki, futbolçu enişə gedir. Niyə gedir orada? Buradakı kimi rahatdır, buradakı kimi uğurlu deyil. Bax, bu futbolçular da bu seçimlərində gələk ən çox da milli futbolçular. Amma Ayxan müəllim, siz vurğuladınız ki, oyunçular, güclü komandada olan oyunçular ora məsələn əsas heyətə düşə bilmirsə, üst tutsunlar daha nisbətən zəif komandalar, amma zəif komandalarda üstünlüyü legionerlərə verir. Yəni bununla necə həll eləmək olar ki, onlar da öz oyunçularımıza daha çox üstünlük versinlər? İnanın, mən inandırım ki, bax biz bəzi futbolçu adları çəkərik ki, bu futbolçu biz dediyimiz komandalara getsə, onlar legioner gətirməyəcək. Yəni, misal üçün, bax, biz Şamaxı götürək də, indi mən öz komandamdan danışa bilərəm. Biz bəzi yerli futbolçular gətirmək istəyirdik ki, legioner sayı az olsun. Amma sonda gördük ki, yerli futbolçu gətirə bilmirik. Və əlbəttə, burada komanda da önəmlidir. Yəni, biz ağır bir çempionata hazırlaşırıq. Avtomatik biz legionerə üst tutduq. O dediyimiz məqamlar var ki, bugün iddialı komandalarda əsas heyətə düşməyən futbolçular var ki, bizim, demirəm, hələ 5-likdən aşağı, elə 3-cü, 4-cü, 5-ci, 6-cı yerdə gedən komandalar, yəni %100 onları götürərlər. Onda günah oyunçulardadır ki, gedib oynamaq istəmirlər, əksinə fikirləşir ki, daha güclü komandada olum, Avropada arada gedim, play-offlarda oynayım və s. Amma inkişafından qalır da. Burada bir məqam var ki, yəni o futbolçu ki, karyerasını fikirləşəcək, milli komandanı fikirləşəcək, məncə o qərar verməlidir. Çünki yəni 1 ay, 2 ay, 3 ay oynamayan futbolçu ki, bizdə hansısa bir köməklik eləyə bilir. Amma il boyu sən oynamırsansa, mümkün deyil sən inkişaf eləyəsən, sən
enişə gedəcəksən və ola bilər ki, bir ildən sonra sən istəsən belə gəlib o performansı göstərə bilməyəsən. Bunun da şahidləri çox olmuşuq ki, məsələn, futbolçu gedib bir il oynamayıb, ondan sonra gəlib oynayır, amma eyni effekti ala bilmirsən. Axı müəllim, siz maşallah sizin məşqi təcrübəniz çox böyükdür. Sumqayıt, Turan, Şamaxı və ən yadda qalan harda olmuşdu bu məşqi karyeranız və nəyə görə? Yəni ki, İndi 100% Şamaxı deyil. Mənim bir versiyam var. Evinin versiyası var. Yox, hər bir komandada həqiqətən xoş xatirələr var və inanın ki, onu seçmək də olmur. Məsəl üçün, mən Zirədə başlamışam Premyer Liqa. O yəni mənim üçün unudulmazdı da. İlk dəfə Premyer Liqada məşqçi və o ilk oyuna hazırlaşmaq. Özü yaşınız da az idi. Hə, bəli, yaşım da az idi və həmin ili də Avroliqaya vəsiqə qazandıq və Avroliqada bir tur keçdik. Və o vaxtda Rumıniyanın Astra komandası vardı. Onlara məğlub olduq və halbuki bəlkə də keçə bilərdik, müəyyən təcrübə olsaydı. Ondan sonra Sumqayıta getdik. Mənim üçün Sumqayıt daha unudulmazdı. Niyə? Çünki Sumqayıtda o vaxtda belə bir termin vardı ki, bilirsiniz, legioner icazə vermirdilər. Daha çox Azərbaycanlılar, İrandan, Rusiyadan, Ukraynadan Azərbaycanlılar var idi və neçə illər Avroliqaya vəsiqə qazanmamışlar və deyirlər ki, mümkün deyil. Belə bir vardı və rəhbəri biz inandıq və 2 il ardıcıl Avroliqada oynadıq. 2 il kubokun finalında məğlub olduq. Bürünc medal qazandıq. Birin finallaşmadadınız. Bəlkə də Avroliqada uğurlu ola bilmədik. Uğurlu olmaq üçün o heyətin saxlaya bilmirdik və təsəvvür edin ki, heç kimə belə sıxır. Yəni həqiqətən o vaxt heç kimə lazım olmayan futbolçuları cəlb elirdik. Həmin ilin sonunda futbolçuları saxlaya bilmirdik. Artıq onlara tələbat yarandı. Tələbat var idi və oradan bir sezon bəli, çox futbolçularımız olub ki, iddialı klublara gedib, yaxşı qiymətə gedib və orada da yaxşı oldu və Turan Şamaxıda biraz daha çox quruculuq işləri oldu. Turan Premyer Liqaya çıxmışdı 9 ildən sonra və hər kəs Turanın həmin ili düşəcəyini gözləyirdi. Onda sponsor yox idi. Ondan sonra sponsor gəldi. Və həmin ili birinci ilimizdə biz yarım finalda Neftçi uduzduq. Son dəqiqədə buraxdıq. Kubokda final qazandı. Amma 6-cı yerdə bitirdik və bizdən qat-qat büdcəli komandalar aşağıda oldu və məncə bugün Turanın iddialı olmasında o həmin o bünövrə kömək eləyir və Şamaxıda da daha çox bilirsiniz, gənc futbolçular üzə çıxdı. Premyer Liqada yerimizi qoruduq. Bəlkə də ən az büdcəsi olan komandadır, amma həqiqətən yavaş-yavaş orada qazanan o gənc futbolçular olur ki, onları cəlb eləyirik və bugün Rüfətin, Edqarın milliyə getməsi nümunədir. Ayxan müəllim, bəs indi siz millinin baş məşqçisi, əslində bu sualı sizə verməyimiz düzgün deyil, amma soruşmaq istəyirik. Hal-hazırda Azərbaycanlı futbolçuların içindən 5 ən yaxşı futbolçu kimin adlarını çəkərsiniz? Amma Azərbaycanlı da qeyd elə. Bizdə də bizim öz oyunçularımız. Yox. Milliyyədə oynamasa da. Millidə oynamasa da var, bəli. Yox, bizim oyunçularımız həqiqətən bugün zəif deyil. Yəni yaxşı oyunçularımız var. Misal üçün mən Mahiri qeyd eləyərdim ki, mənə görə bəlkə də o tam istədiyi klubu tapa bilmədi də. Bəlkə də Polşada çox yaxşı başlamışdı. Bəlkə də bizim ən yaxşı oyunçumuz ola bilərdi Avropada, xaricdə. Çünki Mahirin çox böyük potensialı var. Mahir oynasa milli komandada o liderlərdən olacaq. Bugün amma oynasa, əlbəttə oynamalıdır. Çünki Mahir də çox istəyir oynamaq. İnşallah inanıram ki, oynayacaq. Bugün müdafiədə Bəhlul kimi futbolçumuz var ki, Çempionlar Liqasında daimi oynayır. Yəni və məncə Bəhlul da stoper kimi ən yaxşılardandır. Bugün mən Elvinlə Turalı qeyd eləyə bilərəm ki, bugün mən rahat bir şəkildə deyirəm ki, rahat Avropanın ən böyük ölkələri olsa çempionatında
onların orta yerlərində gedən komandalarda çıxış eləyə bilərlər. Winger kimi yoxsa? Belə sıralama deməyə, yəni bu gün Antonu qeyd elədiyi milli komandada önəmlidir. Emin Mahmudov bu Emin yaşda ümumiyyətlə son 10 ilin ən yaxşı Azərbaycanlı bəli, futbolçusudur. bəli. Stabil. Son oyunlar deyərdim ki, həqiqətən zədəsi də var idi, amma həm İslandiya, həm Fransa ilə oynamaq istəyi İstəkli idi. önəmli idi. Bu bizim üçün, milli komanda üçün önəmlidir ki, bir kapitanın, yəni bax futbolçular da hiss eləyir ki, yəni zədəsi də olsa belə, amma oynamaq istəməsi. Gənclər də yetişir. Renat Fransa ilə çox yaxşı çıxış elədi. Xaybullanı qeyd Amma o da elə bir öz klubunu tapa bilmir. Bəli, bizim bu dəqiqə həmin o danışırıq ki, bizim futbolçularda bəlkə də o tapa bilmədik. Çünki Mahir əvvəlki klubunda daha yaxşı çıxış edirdi, qollar Açılışda elə bir də, yəni ki, başqa cür oyun gedir. Zədələr də bizim son oyunda milli komandada, yəni demək olar ki, o Ukrayna ilə oyuna müqayisədə 6 futbolçu çıxış eləmədi. Bu bizim üçün böyük itki idi. Məsələn, Elvinin, Turalın, Şərutdinin cəzalı oldu Fransa ilə. Sonra Şəxrudin zədə oldu. Mahir, Musa. Yəni baxırsan bir tərəfdən nə xeyir oldu ki, digərlərin qazandı. Rüfət Abdullahzadəni çağırdıq, ilk dəfə Mustafanı çağırdıq, Rüfət Abbasov, Xəyal ki oyunu mükəmməl oynadı. Xəyal ümumiyyətlə çox perspektivli futbolçudur. Xaricə getsə daha yaxşı olar. Da qeyd eləyə bilər. Yəni qazanclarımız oldu. İndi ola bilər kimlərinsə adını belə çünki riskli sual oldu. Rüfət Abbas haqqında sizə sual vermişdim konfransda. Ola bilər. İslandiya oyundan mən vermişdim. Rüfət Abbasov yəni məncə Elvinin davamçısı kimi gəlir və bu gün U21-də Premyer Liqada yəni Rüfət kimi bir 4 oyunçumuz olmalıdır. Digərləri olmalıdır. Var, aynı adlarını qeyd eləməyim, çünki bunlar klublarında az oynayan futbolçulardır. Başqa cür başa düşürlər, amma inanın ki, bizim Premyer Liqamızda bu dəqiqə ehtiyatda oturan yerli futbolçular var ki, onlar oynasa A millidə rahat oynayacaqlar və pis də olmayacaqlar. Perspektivləri də var, amma təəssüf ki, bir ildir. Oyun təcrübələri azdır. Çox azdır. Yəni ola bilər oyuna da girirlər, qolda vururlar, amma burada bəzi məqamlar da var da. İndi misal üçün müqayisə eləyirlər ki, Mahir də oynamır. Renat da az oynayır. Abbas da az oynayır. Bəli, mən də bilirəm. Amma bunların beynəlxalq təcrübəsi çoxdur. Biz o yeni çağırılan futbolçuları birdən-birə bu yükün altına atmaq üçün o hazır olmalıdır. Yəni biz də istəyirik ki, yeni adlar çıxsın, həmin bu oyunçularla rəqabət aparsın. Ona görə biraz çətindir. Bəlkə də son 10 ildə milli komandanın heyətində ən çətin anlardır. Çünki bizdə əvvəllər yaş dövründə də baxsaq, misal üçün bir Bədavimiz çox yaxşı sezon keçirirdi Qarabağda və milli komandada ən yaxşı oyunculardan idi. Bədavi son toplanışa çağırdıq. Yaşına görə deyərdim, təcrübəsinə görə milli komandaya o futbolçular lazımlıdır. Həqiqətən onların Şərutdinin, Bədavinin o danışıqları, Bəhlulun, Eminin birdən-birə də olmur. Yəni yavaş-yavaş, yəni o futbolçuların da təcrübəsi lazımdır. Və bu onların Qarabağın Çempionlar Liqasında 7-8 yerli futbolçu oynayırdı. 6. Yəni yadımıza salsaq. Bəli. Amma indi 2 futbolçumuz oynayır. Yəni əvvəllər milli komandada seçim çox idi. Rəxəm müəllim, bəs bir məşqçi kimi siz futbolçuya bir məşq keçəndə əsasən vurğuladığınız bir şey nədir bu futbolçularda? Yəni bu beyin cəhətdən, yəni ki, bu məntiq cəhətdən ola bilər, fiziki cəhətdən, nə bilim, sürət, yəni ən birinci yerdə sizin üçün, məhz sizin üçün nə olmalıdır ki, siz deyəsiniz ki, bəli, bu futbolçu. İndi bilirəm, hər bir şey olmalıdır. Amma əlbəttə. Əsas məqam. Bilirsiniz, hər mövqeyə görə futbolçulardan tələbimiz var. Əlbəttə. Və klubda yanaşma başqadır, millidə yanaşma başqadır. Klubda elədir ki, elə bir ki, bu sənin övladındır və hər gün sən bu ilə bütün onun çatışmamazlıqlarına sənin vaxtın var, sənin imkanın var. Milli komandada o vaxt yoxdur. Milli komandada biz
Valideyn deyilsiz, müəllimsiz. Ən uzağı 5 gün, 6 gün bir oluruq və orada biz bir nəticəyə köklənib rəqibi təhlil eləyirik. 2 oyun və oyundan sonra bərpa və biz hansı sistemdə oynayırıq, o sistemə uyğun bir seleksiya. Ona görə klubda istəyimiz çoxdur. Yəni biz Şamaxıdakı futbolçulardan hər gün nəsə istəyirik. O məsələn son oyunda bilirik ki, bir təcrübə çatmadı, biz məğlub olduq. Hansı təcrübə? Son dəqiqələrdə o hansı ki futbolçuların soyuqqanlı olması, o rəqib dəyişiklik elədi, uğurlu oldu. Biz dəyişiklik elədik, oyuna girmədi. Bunlar hamısı psixoloji bir amillərdir. Biz bunları götürüb təhlil eləyirik ki, gələn oyunlarda bu olmasın. Yəni o qol buraxandan sonra ruh düşkünlüyü olmasın. Buna vaxtımız var. Amma milli komandada seçmədir, yığmadır və biz milli komandadan niyə çox şey gözləyirik ki, bunlar Azərbaycanın ən yaxşılarıdır. Və bunların o psixoloji, ancaq biz bunlara psixoloji və belə deyək, oyuna rəqib haqqında hazırlayıb oyuna hazırlaşır. Ona görə onlardan az məlumat veririk, az məşq edirik və çox şey istəyirik ki, və səbəb də odur ki, bunlar ən yaxşılardır. Amma siz psixoloji da çox güclü söhbət edirsiniz uşaqlarla, çünki İslandiya ilə oyundan sonra Şarudin bildirdi ki, heç kim oyunçuları 5-0-dan geri qaytara bilməzdi, amma siz onu bacardınız. Siz qaytardınız və onlar çıxdı Ukraynaya qarşı vuruşdular və xal da aldılar. Bir-birə deyəsən oldu. Biz getmişdik. Biz hamısını gedirik. Millimizə dəstək. Və Sualı nəyə gətirirsən? ya psixoloji söhbətdən sən eləyirdin, ona gətirirdim ki, yəni futbolda onda belə çıxır ki, ümumiyyətlə futbolçuların nəticə əldə etməyinə görə təcrübələri və yaxud da istedadları aşağı olduğu halda psixoloji bunlarla söhbət nə qədər rol oynayır? Yox, əlbəttə böyük rol oynayır, amma bilirsiniz, bəzən də o gəlib o oyunun o biz bəzi nöqtələri var ki, orada həmin o nöqtələr futbolçunun o keyfiyyəti az olanda Çatışmamaq. Yox, xarakter olur. Məsələn, futbolçu çatışmır. Futbolçu bax misal üçün biz götürək İslandiya ilə oyun evdə. Rəqib bilirdik. Final kimi baxırdı. Ola bilər ki, uşaqların şuuraltı 5-0 qalmışdı beyinlərində, ona görə istədiyi oyunu qoyanmadılar. Yox, mən deyərdim ki, birinci hissə rəqibin böyük bir təzyiqi var idi. Rəqib zəif rəqibdir. Yəni biz 5-0 uduzduğumuz oyun və bir dəfə ya 2 dəfə korner olub, yəni hücuma getmədiyimiz oyunun üstündən bir 3 ay keçir, biz onları məğlub etmək istəyirik. Yəni futbol belə bir yazılmayan qanunlar var da. Bu da normaldır. Məncə futbolçular daha çox udmaq istədi. Biz hələ ona tam hazırıq istəyirik və rəqib bizə o necə mesaj verdi. Onların son oyunu kimi ki, onlar bilirdi ki, bizə məğlub olsalar ya xal itirsələr, Ukrayna oyunu daha əhəmiyyətsiz olacaq. Daha çox kökləmişlər və nəticəyə oynayırlar. Və ikinci hissə, bax o dediyimiz, bax istəyir bütün hamı. Və bizə düşən epizodlar oldu ki, o 4 epizodun biri qol olsaydı, oyun tam başqa cür çevriləcək. Və həmin o bax o keyfiyyət baxımından gəlir ki, o təcrübəsizlik, keyfiyyət. Buna da baxırsan ki, biz bugün xəyalı ilk dəfə oyuna buraxırıq. Bundan hər şey istəyə bilmərik. Bəlkə də xəyal 5 oyundan sonra tam başqa cür oynayacaq. Ona görə hamısı bir-birinə bağlıdır. Amma biri olmayanda çətinlik olur və ən önəmlisi psixoloji ruh olmasa, sənin bu birisi keyfiyyətlərin də sənə kömək eləmir. Ayxan müəllim, çox oyunçularla işləyirdiniz, amma hansı oyunçu ilə belə bir ola bilər gülməli epizod yaşatdınız? Nəsə olubmu belə maraqlı epizod ola bilər? Maraqlı epizodlar biz olmadı olub, 100% xərclə. Yox, maraqlı epizodlar çox olub. Yəni özümüz də milli komandada U21 gənclərdə oynayanda həqiqətən o vaxt üçün yeni sərhədlər açılırdı və ilk dəfə misal üçün bir bu zonadan İspaniyaya səfərə gedirsən də, yəni 95-ci il, yəni adama qəribə gəlir. Olub çox hadisələr, yəni biz belə deyək də, o böyük ölkələrə gedə-gedə böyüdük. Bəzi şeylər var idi ki, heç yadıma gəlməz. İtaliyadaydı, 96-cı ildə idi. Yəni
Rusiya komandası, biz Rumıniya idi və bir oteldə qalırdıq. Məsələn, onların geyimləri, onların hamısı yüksək idi. Və ortaya bir meyvə gətirildi. Belə hamımız baxırıq da, bu da meyvə kivi ilə greypfurtdur da. Yəni uşaqlar hamı indi Buzda da yetişmir də belə. yəni yox, onda mən inanmıram. Nə danışıq? Təkdir 96-cı il müharibədən təzə çıxmış ölkə. Hələ gedir. Yəni nə demək istəyirəm? İndi orada bizim də futbolçuların içində var idi də. Mən bilirəm bu nədir zaten. Amma bu necə soyulacaq, bu necə? Tikli kartoşka məsələsində. Yəni bu gün bizim bu gənclərin üstünlüyü odur ki, onlar üçün yəni biz üst səviyyədəyik də, bizim yaşayış tərzimiz deyək, bu gün bolluqdur. Yəni ən az belə deyək də, ən Bir çox şey aşağı büdcədə olanda evinə rahat şəkildə bir meyvəsi olar. Yəni o vaxtlar daha çox olurdu bizim milli komandada. Bir forma ilə getmişik. Məsələn özümüz onu hazırlamışıq. Olur belə şeylər. Amma indi legionerlər gəlir. İndi daha çox legionerlərlə olur. Mən demək istəyirəm ki, Ayxan müəllim, indi deyirsiniz Azərbaycan yığması orada hamısı belə yüksək səviyyədə olmalıdır. Üzümü tuturam sizə, deyirəm ki, gələn zborlarda zəhmət olmasa məni çağırın, özümü gəlim göstərim. Çünki Rüfət var da orada, başqa üçüncü Rüfət olacaq, narahat olma. Üçüncü, çünki atalar üçdən deyib. Nəyə görə? Emin heç ona baxmayın. Pərvin qocalıb, cavan uşaq, 22 yaş. Özdə mən nəyə görə bunu əminliklə deyirəm? Çünki mənim arxamda belə bir sponsor var, hansı ki mənim bunu hazırlaşdırıb. Yəni qaçış, üzmə, biatlon, daha sonra saunada düz 7 dəqiqə yarım oturaq. Biatlon söhbət edir. Yox, biatlon. Çünki biatlon zarafat. Sən tutmayasın bu söhbət, deyil mi? Sözüm nəyə gətirirəm? Yəni bu şatos məni hazırlayıb artıq yığmaya. 23 yaşını deyirəm, cavan uşağam. Nə vaxt nə lazım? Çox sağ olun. Yerinə qoy da fərqin. 23 əksinə 3-2 ora. Sakit dur. Yəni buradan demək istəyirəm, zarafat bir qağa demək istəyirəm ki, cavan nəsil, futbol düşmək istəyənlər öz arzularınızı, öz belə deyim də, cel как будет na Azərbaycan, öz məqsədlərinizdən heç vaxt keçməyin. İdmanla məşğul olun və görürsünüz də necə sadə gözəl söhbət oldu. Belə axırda gəldim, yenə deyirəm, Portuqaliya məni çağırmaq istəyirdi, alınmadı. Mən qalıram Azərbaycan. Nəyə görə? Həmişə Azərbaycana dəstək olmaq lazımdır və həmişə podkata baxmaq lazımdır. Ayxan müəllim, çox sağ olun ki, gəldiniz. Düzdür, problemlərdən çox danışmaq istəmirik. Çünki sizə qədər olub hamısı və indi həm AFFA-da da dəyişikliklər oldu, milli komandada da dəyişiklik oldu və ümid edirik ki, biz də azarkeşlər də, tamaşaçılar da ki, futbolumuz daha da yaxşı səviyyəyə gələcək, daha da yaxşı oyunçularımız yetişəcək və siz bunun üçün çalışırsınız, gecə-gündüz bilirik. Çox sağ olun ki, gəldiniz. Mən də sizə uğurlar arzulayıram. İnşallah inanıram ki, tez bir zamanda hər kəsin istədiyi futbolumuz da yuxarı qalxar və bunun üçün inanın ki, çalışırlar. Bəlkə də kənardan elə görsənir ki, biz və ya rəhbərlik bunu fikirləşmir və bəlkə də günümüzün çox bir hissəsini, ayımızın bir çox hissəsini həm rəhbərlik, həm biz futbolun inkişafı üçün belə deyək, vaxtı gedir. İnşallah ümid edirik ki, düz mövqeyi tutarıq və Azərbaycan xalqını sevindirərik. İnşallah. İnşallah. Çox sağ olun, gəldiniz. Sizə də uğurlar, milli komandamıza da. Sağollaşdıq. Sən başlamışdın, mən sağollaşacağım. Böyük məmnuniyyətli. Nəyə görə dostlar? Çünki bugün bu insanı çox gözlürdük həqiqətən və elə alındı ki, o insan gəldi bizim podkastımıza. Milli komandamızın başçısı. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov və aparıcılar Rüfət, Pərvin və mən Emin. Özümü təqdim eləmək istəmirdim, ona görə baxdım sənə ki, sən təqdim eləyəsən, mən davam edeyim. Hər nəysə, belə də alınmadı, yenə də alınmadı. Olur da, olur, həyatdır.